düzgün qidadan başlayır. Salam. Bugün Dr. Michael Greger'in araşdırmaları ilə əlaqəli mənbələrə biraz dərindən baxırıq və diqqət mərkəzində cəmi bir məhsul var. Açığı, mən həmişə düşünürdüm ki, bu sadəcə qəlyanaltıdır ya da salata səpilir. Söhbət balqabaq tumundan gedir. Bəli, çox yaxşı mövzudur. Və ən maraqlısı da elə budur. Mənbələrdə balqabaq tumu çox fərqli mövzularla əlaqələndirilir. Ürək sağlamlığı, xərçəngin qarşısının alınması, hətta saçların uzanması. Biraz möcüzə dərman kimi səslənir. Elə market reklamı kimi. Bizim məqsədimiz isə bunun arxasında real elm varmı, onu araşdırmaqdır. Biz adətən sağlamlıq üçün bahalı və mürəkkəb həllər axtarırıq. Həblər, superfoodlar. Amma cavab bəzən gözümüzün qabağında olur. Balqabaq tumu bunun əla nümunəsidir. Sadə görünüşünün altında sanki kiçik bir biokimyəvi laboratoriya gizlənir. Gəlin əsasdan başlayaq, qamdan. Mənbələr balqabaq tumunu bitki mənşəli dəmirin yaxşı mənbəyi adlandırır. Amma axı dəmir başqa qidalarda da var. Burada fərq nədir? Fərq bədənin onu necə idarə etməsindədir. Dəmir iki uclu qılıncdır. Azlığı anemiya və halsızlıq yaradır. Amma artıqlığı da təhlükəlidir. Oksidləşdirici stres, ürək xəstəlikləri və xərçəng riski. Yəni, nə qədər çox, bir o qədər yaxşı fikri mifdir. Bəli, və təhlükəli mifdir. Bitkilərdən aldığımız dəmir bağırsaqda ciddi nəzarətdən keçir. Bədənin ehtiyacı yoxdursa, sadəcə içəri buraxılmır. Ət məhsullarında isə bu belə deyil. Bəli, heyvani dəmir VIP keçid kimidir. Həmişə içəri girir. Balqabaq tumu isə bədənə özün qərar ver deməyin daha təhlükəsiz yoludur. Üstəlik, C vitamini bitki mənşəli dəmirin sorulmasını artırır. Çay və qəhvə isə azaldır. Yəni, limonlu, göyərtili, tumlu salat təkcə dadlı yox, həm də bioloji cəhətdən ağıllı seçimdir. İndi keçək ürəyə. Araşdırmalar göstərir ki, tumlar və qozlar ani ürək ölümü riskini təxminən 30% azalda bilər. Bu necə mümkündür? Burada əsas rol maqneziuma məxsusdur. Minerallarla zəngin bölgələrdə yaşayan insanların ani ürək ölümü riski daha azdır. Araşdırmalar göstərib ki, bu hallarda ürək əzələsində maqnezium çox aşağı olur. Deməli, maqnezium ürəyi qoruyur. Bəli, maqnezium ürək üçün təbii sakitləşdirici kimidir. Bəs niyə bu qədər gec araşdırılıb? Çünki maqnezium ucuzdur, qidadadır və patentləşdirilə bilmir. Balqabaq tumu maqnezium baxımından ən zəngin bitki qidalarından biridir. İndi keçək beyinə. Burada triptofan və əhval-ruhiyyə mövzusu var. Triptofan serotoninin xammalıdır. Bəli, və tumlarda bu maddənin beyinə çatması üçün ideal balans var. Araşdırmalarda balqabaq tumu yeyən insanlarda narahatlıq səviyyəsinin azaldığı müşahidə olunub. Arginin yağ yandırmağa da kömək edir deyirlər. Araşdırmalar göstərir ki, arginin enerji istehsalını və yaxşı qəhvəyə yağ toxumasını dəstəkləyə bilər. Arginin mənbələri arasında balqabaq tumu ilk sıralardadır. Bəli, siyahıda başqa qəribə qidalar da var. Amma sağlam seçim yenə tumlardır. Balqabaq tumu döş xərçəngi riskinin azalması ilə də əlaqələndirilir. Bu necə baş verir? Burada əsas rol fitosterollara məxsusdur. Onlar xolesterinin hüceyrələrə çatmasını azaldır. Prostat sağlamlığı mövzusunda isə maraqlı nəticə var. Bütöv balqabaq tumu ekstraktlardan daha təsirli olub. Saç mövzusu isə biraz inanılmaz səslənir. 40% artım? Bəli, araşdırma göstərib ki, balqabaq tumu yağı yan təsirsiz şəkildə saç artımını dəstəkləyə bilər. Nəticə budur. Bu sehir deyil. Bu qida sinerjisidir. Yəni, maddələr birlikdə işləyəndə təsir daha güclü olur. Vitamin həblərində bu birlik yoxdur. Amma balqabaq tumunda hər şey təbii balansdadır. Və son sual, biz hər gün hansı toxumları, hansı qida tullantılarını əslində böyük sağlamlıq potensialı ilə birlikdə atırıq?